Dostlar, bugün sizlerle beraber Car Simulator 2 oynayırıq. Bugün Car Simulator 2'de yeni bir maşın alacağıq. Videomuza başlamadan əvvəl aşağıdan like atıp və abone olsanız məni çox sevindirərsiniz. Onda videomuza başlayaq. Vam. Supramızda gedək bununla. Alacağımız maşın sürpriz olsun. Gedəndə görərsiniz. Hızlıyla gedək, tez gələk. Dostlar, mən gedim ora. Çünki biraz çox uzaqdır. Sonra videonu tezdən başladaram. Gəldim, satdım. Hansı maşını alacağımı təxmin edirsinizsə videonu dayandırıb yorumlara yaza bilərsiniz. Onda bir dənə like atırıq və maşını göstərirəm. Və bu maşın Lamborghini Venera. Venera adlı bir maşındır. Gördüğünüz gibi qapısı belə açılır. Çox zor bir maşındır. Alıram. Uf. Amma bu maşını əvvəl bir dənə qədər rəngini dəyişir məncə. Uydu. Çox əla bir maşındır. İndi sonra bunu top speedini də edəcək. Top speed'e tam baxmadım orada da şeydi, amma neçədirsə bilmirəm. Driftinə baxacağıq. Sonra Tomuzdan yoxlayacağıq. Aa, bu değişib. Baxın. Burada Car Simulator 2 yazır. Sim 2. Amma əvvəllər burada player yazırdı. Değişikmiş. Vay canına. Ne diyor bunu? Mavi eləyək. Böyle qoşan bir mavi. Və ben bu oyunda neçə dəfə oynamışam, amma bu maşını həyatımda ilk dəfə alıram. Bala getdi. İndi bunun top speedini harda yoxlayacaq deyirsinizsə, 7 şəhərin yolunda yoxlayacaq. Amma deyir bu. Amma sağa dönməyə, sağa sola dönməyə çox zəifdir. Algılamır bildiğin. Bence bunun top speed'i çok olmayacak. Bir 300 falan olar. Ya 250. Burada bile görebilirim belki. Uş. Görebilmedik. Neyse, hiç de olmaz. Hayır. Hayır. Polis. Polisler bırakmıyorlar. Diyan. İndi tutulmaq istəmərəm burada. Xeyr, çatdı. Niye bu kadar sürətlidir? Bunlar sürətləndiriblər. Çox sürətlidir bu polis. Neynir bu? Neynir bu belə? Dostlar, mən bu işdən baş açmadım. Neynir bu belə? Ben maşın hələ 350'yi görüp hələ də gedir deyəcəkdim. Uf. Polis kilitlənib mənə, kilitlənib. Reski sağ eləməliyəm. Reski sağ. Oy. Cır. Bir daha maşın top speedini yoxlayacaqdık. O da olmadı. Hoppa. Gelir arada. Gelme. Oh, ucuz yırttık. Oradan ucuz yırttık. Bayağı tutulurduk. Onda hazır bu dağın yanı gəlmişik. Bunun dırmanış testini eləyək. Görün necə dırmaşır. Biraz zirvəsinə dırmaşır mənə bəsdir. Və onu bilə keçdi. Görürsən, buna bu dağa dırmaşa bilərik. Məncə dırmaşa bilməz deyəcəkdim. Dırmaşa bilmədi. Əlbəttə bura dırmaşa bilməz. Burası sadəcə bir dənə oyuna yeni gələn F2 var. Apex adlı maşın. O dırmaşa bilər. Neyse, bunun indi gedək top speedini yoxlayaq. Görək top speedi neçədir.
getdik. Hansı yol? Hardayıq biz? Sağa dönməliyəm. Sağa yox, sola dönməliydim. Sağ, sol, neyse. Boş verin dostlar. Bu arada bu aralarda like'larımız azalıb. Onlar da yenidən çoxalda bilərik. Ona görə like butonunu patlara bilərsiniz. Patladın onu, basın patlasın like bloku. 250, 260, 270, 280, 290'ı görəcək. 300. Oy, burada kəskin dönüş var, kəskin dönüş var, kəskin dönüş. 335. Yol çatmadı, yol çatmadı, yol çatmadı. Hayır. Hadi yol çatmadı dostlar. Deyəsəm bu maşın top spidi çoxdur. Aşırı çoxdur deyəsəm. Məncə bu dəfə görəcək. Yəni inşallah qabağımıza polis çıxmasa. Bayaqlar gül kimi görür deyə. Amma niyə? Bu da bizim bəxtimizdir də. Öf, bu necə bizi dayandıra bilir? Necə dayandıra bilir bizi? Mən başa çıxmıram valla. Oyunun məntiqi çox qəribədir. Aşırı çox qəribədir oyunun məntiqi. 290'ı gördük. 300'ü gördük. Hayır. Oha. Hara uçduq? Dostlar, desəm biz bu top speedini görə bilməyəcəyik. Yəni mən nə deyim, görə bilmirik. Başqa uzun yol var. Baxın, buranın başından başına. Görək, bəlkə burada görə bilərik. Çünki mən bu top speedini görmək istəyirəm. Neçədir? Sonra driftini yoxlayacaq. Bastım. Qəşəng gedir şu an. Əla gedir. Amma yolu demək olar ki, qurtarmışıq. Çatmayacaq. 3 ulduz elədik. Hayır, dayan. Dayana bilmədim. Dostlar, siz niyə bu maşın top speedini videoda izləyirsiniz? Çünki maşın top speedini görmək çox çətindir. Görə bilmirik. Bunu ancaq mən nos taxmalıyam. Nosla görə bilərik. Driftinə baxacaq indi. Mən çox alçaq deyə bu maşın. Çox aşağıdadır. Ağla gedir. Dostlar, bunun drifti də pis necədir? Nə çox yaxşıdır, nə də çox pisdir. Videonu burada dayandıracağım. Özünüzə yaxşı baxın. Sağ olun. Bye. Videodan çıxmadan da əvvəl bir dənə də like butonu partlasaz qəşəng olar. Onda sağ olun.